Amma məsələ burasındadır ki, belə mıx kimi adamın gözünə batan Quranda gözəl bir ayət var. Boşanma ayəsi. O boşanma ayəsində göstərir, deyir ki, hələ heyz görməmiş qızlarla belə boşandıqda falan işləri görün. Bu nə deməkdir? Bu deməkdir ki, sən hələ heyz görməmiş bir qızla evlənmisən və bu normal bir şeydir o cəmiyyətdə. Və sən də buna fətva verirsən. Sən buna dinmirsən, sən buna susqun qalmısan. Yəni indi bəzi müsəlmanlar da güya deyir o oğru ilə bağırdı, doğrunun bağrı yarıldı. Bizə stat gətirirlər, deyirlər ki, sizcə sizin ağlınızca ailə nə üçündür? Uşaq dünyaya gətirmək üçün. Hələ heyz görməmiş qadınla bir kişi niyə evlənsin ki, uşaq dünyaya gətirə bilmir? Qardaş, sənin dinində hələ bu uşaq məsələsi 10-cu məsələdir. Çünki onun uşaq dünyaya gətirəcək başqa arvadları var. Bu belə deyək, istədiyi bir qız uşağını alır, gətirir evinə. İndi onunla nə edir, nə ağarır, nə eləmir, o başqa şeydir. Onların məişətində başqa bir şeydir. 9 yaşında da rəsmi zada girir. Deyir, əgər o sürtünmədən, o birisindən, bu birisindən əgər hamilə qalarsa, ehtimal var da, yenə də ehtimalı saxlayıblar. Onlar da gicləyiblər ki, görürlər ki, müşahidə edirdilər, görürlər ki, bəzən hələ heç görməmiş bir qız da hamilə qala bilir. Yəni bu faktlar göz qabağındadır. Bunu məntiqsiz, biraz ağlı olan insan tutabilir, amma məntiqsiz insan tuta bilmir. Yəni söhbət bundan gedir. Sən hər nə qədər 6 yaşında qadını hər nə qədər əjdaha, gövdəli, iri sinəli, nə bilim, əndazəli görsən belə, bu demək deyil ki, bu evliliyə hazırdır. Onun yaşı üstündədir. Bu cinsi yetişkənliyə çatmır. Bu fakt talaq 4-dən tamamlanır. Vəssalam. Məsələ budur. Salam değerli dinləyicilər. Hər kəsə xoş gəldiniz deyirəm. Bugün masamızda yenə o çox sevdiyimiz, bitib tükənməyən istedad sahibi Çevik var. Tarixçi, kvant fiziki və hüquqşünas olduqdan sonra indi də qərar verib ki, ginekoloq, endokrinoloq və ailə psixoloqu olsun. Sən demə adam Təlaq surəsini oxuyub, oradan öz aləmində elə bir dəhşətli sir kəşf edib ki, güya bütün İslam aləmini ifşa edəcək. Mücahit bəy, xoş gəlmisiniz. Yəqin ki, Çevikin bu yeni tibbi və teoloji kəşflərini siz də böyük bir təəccüblə izləmisiniz. Xoş gördük Alparslan. Bəli, o videonu mən də izlədim. İzlədikcə də inanın ki, insanın cəhalətinin necə bu qədər ucuz və eyni zamanda bu qədər cəsarətli ola biləcəyinə heyrət etdim. Atalarımız necə də dəqiq deyib, nadanla dost olma, özünü ağıllı bilər. Çeviyin bu iddiaları elmi tənqid deyil qətiyyən. Bu, ən bəsit anatomiyadan, elementar ginekologiyadan və İslamın 1400 illik hüquq fəlsəfəsindən zərrə qədər xəbəri olmayan bir adamın mətni cımbızla çəkib avam kütləyə manipulyasiya satmasıdır. Bugün biz onun o pafoslu nağıllarını tibbin, məntiqin və şəriətin kəskin neştəri ilə zərrə-zərrə yaracağıq. Möhtəşəm. Elə isə gəl bu dahi professorun ən səsküylü iddiasından başlayaq. Adam Təlaq surəsi 4-cü ayəni oxuyur, orada hələ heyz, yəni aybaşı görməmiş qızlar ifadəsini tutur və sıçrayaraq deyir ki, aha, baxın, heyz görməyib. Deməli bu 9 yaşlı uşaqdır. Din sənə uşaqla evlənməyə icazə verir. Yəni Çevik bəy elə bilir ki, dünyada heyz görməyən qadın yalnız və yalnız balaca uşaq ola bilər. Alparslan, bax bu adamın ən böyük faciəsi onun düşüncəsinin ibtidai sinif səviyyəsində qalmasıdır. O, mətni ən primitiv səviyyədə şərh etməklə fundamental bir elmi faktdan xəbərsiz olduğunu bütün dünyaya nümayiş etdirir. Ay savadsız Çevik! Müasir tibb elmində heyzdən kəsilmək və ya heç vaxt heyz görməmək uşaq olmaq demək deyil. Təbabətdə bunun konkret adı var, amenareya diaqnozu. O nə deməkdir ki? Yəni yetkin qadın heyz görməyə bilər? Əlbəttə, bunun ibtidai və ikincili növləri var. İbtidai amenareya odur ki, qadının 15, 16 və ya 18 yaşı var, bədəni, cinsi xüsusiyyətləri tam inkişaf edib, amma genetik sindromlar və ya anatomik anomaliyalar, məsələn, Müller kanalı əqineziyası səbəbindən heç vaxt heyz görmür. Bu qadınlar fiziki və xronoloji baxımdan tam yetkin, evlilik yaşında olan qadınlardır. Sadəcə reproduktiv sistemləri fərqli işləyir. İkincili amenareya isə əvvəl heyz görüb, sonra stressdən, qidalanma pozğunluğundan, anoreksiyadan və ya hormonal problemlərdən aybaşı kəsilən yetkin qadınlardır. Yəni ayə heç bir zaman heyz görməyən xəstə qadınların və ya heyzdən kəsilmiş qadınların vəziyyətini tənzimləyir. Ay yaşa, məhz belədir. İslam hüququnda boşanma zamanı qadına iddət, yəni gözləmə müddəti qoyulmasının ən əsas məqsədi qadının hamilə olub olmamasını bilmək və doğulacaq uşağın atasının kimliyinin qarışmasının qarşısını almaqdır.
ayə cəmiyyətdəki bütün qadınları zəmanət altına alır. Heyzdən kəsilən yaşlı qadınların iddəti 3 aydır. Sonra deyir və hələ heyz görməmiş olanlar, yəni o dediyim tibbi səbəblərdən heyz görməyən yetkin qadınların da iddəti 3 aydır. Sonra da hamilələrin müddətini deyir. Məqsəd çeviyin sapıq beynindəki kimi uşaq evliliyini təşviq etmək deyil. Məqsəd heç bir fizioloji məziyyətdə olan qadını hüquqi boşluqda qoymamaq, qanuni müdafiə mexanizmi yaratmaqdır. Amma çevik elə bilir ki, anatomiyada ancaq uşaq və heyz görən qadın adlı 2 kateqoriya var. Bu qədər cəhalət doğrudan da xüsusi istedad tələb edir. Yəni adam oxuduğunu anlamaq bir kənara, hələ tibb lüğətini də heç vaxt açmayıb. Amma gəl keçək onun ikinci dəhşətli iddiasına. Adam nə qədər danışır, axırda deyir ki, baxın, 6-9 yaşlı uşaq fiziki cəhətdən böyük, güssəli görünsə belə, bu onun evliliyə hazır olması demək deyil. Dindarlar bunu anlamır. Yəni adam bir tərəfdən bizi qınayır, digər tərəfdən əslində həqiqəti deyir. Əlparslan, adam o qədər cahildir ki, fərqində olmadan İslam hüququnun təməl prinsiplərini müdafiə edir. O deyir ki, uşağın fiziki böyük görünməsi evliliyə yetərli deyil. Ay savadsız, sən indi Amerika kəşf elədin. Məhz dediyin bu həqiqət İslam şəriətinin özünün qanunudur. İslamda Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin buyurduğu nəhəng bir hüquq prinsipi var. La dərara və la dirara. Yəni, zərər vermək olmaz, zərərə zərərlə cavab vermək olmaz. İslamda insana fiziki və ya mənəvi zərər verən hər şey haramdır. Bəli, müasir tibb də bunu sübut eləyir axı. Erkən evlilik çox ciddi zərərdir. Ay yaşa! Ümumdünya Səhiyyə Təşkilatının rəsmi hesablarına görə 15 yaşdan aşağı qızların hamiləliyi zamanı çanaq sümükləri tam inkişaf etmədiyi üçün ağır fəsadlar, fistula, doğuş maneələri yaranır. Psixoloji cəhətdənsə o qızlarda ağır travma, yəni TSSP, depressiya yaranır. İslam dini insan sağlamlığına zərər verən hər şeyi qadağan etdiyinə görə bir qız uşağının nə fiziki, nə ruhi cəhətdən hazır olmadığı həldə evləndirilməsi birbaşa İslama və zərərin dəf edilməsi prinsipinə ziddir. Çevik bu tibbi fəsadları qeyd etməklə əslində İslami qanunvericiliyin nə qədər haqlı olduğunu öz dili ilə təsdiq edir. Sadəcə xəbəri yoxdur. Bəs o zaman niyə bəzi ölkələrdə, məsələn, bəzi ərəb qəbilələrində və ya Əfqanistanda bu cür erkən evliliklərə rast gəlinir? Ateistlər həmən onu gözümüzə soxurlar. Əlparslan, burada ən böyük sosioloji xəta odur ki, çevik müəyyən coğrafiyalarda əsrlərdir mövcud olan patriarxal, geri qalmış qəbilə adətlərini dinin özü kimi təqdim edir. Orta əsrlərdə təkcə şərqdə yox, Avropanın zadəyan ailələrində də iqtisadi və siyasi səbəblərlə uşaq nişanlamalar olub. Bunun xristianlıq və ya İslamın təməl əmri ilə heç bir əlaqəsi yoxdur. Bu dövrün sosiologiyası idi. Bugün müasir İslam alimləri, qlobal fətva mərkəzləri, məsələn Misirdəki Dar əl-İftah, Avropa Fətva Şurası, Qurandakı o rüşd və zərərin dəf edilməsi prinsiplərinə əsaslanaraq, dövlətin qanunlarının müəyyən etdiyi bioloji və psixoloji yetkinlik yaşını adətən 18 yaşı tam qanuni və dini evlilik yaşı kimi qəbul edirlər. Çünki dövlətin qanunları İslamın ümumi prinsiplərinə uyğundursa, şəriət baxımından da bağlayıcıdır. Tamamilə haqlısan Mücahid. Həmişəki kimi məsələni ən incə detallarına qədər tibbi və fiqhi olaraq aydınlaşdırdın. Xülasə etsək, Çevikin iddiaları ayələrin tarixi, tibbi və hüquqi reallıqlardan uzaq, sadəcə primitiv və qərəzli yorulmasından ibarətdir. İslam hüququ həm amenareya kimi fizioloji halları, həm rüşd kimi psixoloji şərtləri, həm də zərərin qarşısını alınmasını mükəmməl şəkildə nəzərə alır. Eyni ilə Əlparslan, ayrı-ayrı cahil fərdlərin və ya qəbilə adətlərinin arxasında gizlənərək uca dini ittiham etmək asandır. Amma tibbi terminologiyadan və mətnlərin hüquqi dərinliyindən bixəbər olan bu cür internet xadimləri əslində ancaq öz cəhalətlərini sərgiləyirlər. Qoy Çevik getsin əvvəlcə bir endokrinologiya kitabı açsın, amenareya nədir öyrənsin, sonra da Nisa surəsi 6-cı ayəni oxuyub rüşd anlayışını dərk etsin. Bəlkə o zaman ağzından çıxan sözlərin məsuliyyətini anlayar. Möhtəşəm yekun Mücahid. Çox sağ ol.
Bəli əziz dinləyicilər, bir intellektual təmizliyin də daha sonuna gəldik. Elmsiz, cəhalət qoxusan, cəmiyyəti manipulyasiya edən çıxışlara əsla aldanmayın. Özünüzə yaxşı baxın. Elmlə, məntiqlə və ən əsası ali əxlaqi dəyərlərlə qalın. Sağ olun.